Mən buradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səslənirəm. Baş prokuror Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə səslənirəm. Və onu bildirmək istəyirəm ki, Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin keçmiş rəisi, saxtakar, rüşvətxor, korrupsioner Anar Qədiməliyevdən sevindik ki, canımız qurtardı. Amma Emin Əmrullayev onun yerinə daha bir saxtakar məmuru gətirib vəzifə başına qoydu. O məmur kimdir? Elçin Kərimov. Oğuz rayonunda məhkəmə 2019-cu ildə Oğuz təhsilini talamış, məhkəmə arqumentləri gedən bir şəxsdir. Gələn gündən Gəncə Regional Təhsil İdarəsində əhatəsində olan dövlət qulluğundan 8 dəfə kəsilmiş Azər İbrahimov, Rövşən Kərimov kimilərini əhatəsində saxlar və dəstəklər və bununla yanaşı öz tanış və qohumlarından ailə piramidası düzəldib. Kimdir onun mavini ailə piramidası? Onun mavini Elmin Məmmədağıyev və həyat yoldaşı Nalə Məmmədağıyevə. Mən bir ziyalı kimi onu qeyd etmək istəyirəm ki, və Emin Əmrullayev bilsin ki, bir xalqın deməli təhsilini məhv edirsənsə və dövlətimdən, prezidentimdən narazı salırsansa, demək o xalq gələcəkdə təhsili yoxa bərabərdir və özü də yoxa bərabərdir. Bununla da onu qeyd etmək istəyirəm ki, bir saxtakar korrupsioner Elçin Kərimov kimi məmuru vəzifədə saxlamaq və onun cinayət əməllərini ört-bastır etmək üçün Emin Əmrullayev birbaşa onu bu ayın 25-nə kimi ölkədən çıxarmaq bir fikri ilə yaşayır. Mən bunu dəqiq bir ziyalı kimi deyirəm. Ona görə deyirəm ki, Elçin Kərimov mənə 37-ci ilin repressiyasını yaşadıb və yaşadır. Elçin Kərimov Goranboy təhsilini hərraca çıxarmış, poligona çevirmiş. Belə ki, iki əmzadələri 2025-ci ildə Əli Cəfərov, indi isə heç bir diaqnostik balı olmayan Vüsal Cəfərovu Goranboy təhsil sektoruna müdir qoymuşdur. Bununla yanaşı Goranboy təhsilində 1 nömrəli və 2 nömrəli məktəblərdən başlayaraq Goranboyun əksər məktəblərində 70-ci və C-si ilə çıxan, hətta kriminal bir məktəbə çevrilən Hazrəhmədli məktəbində daha çox cinayət əməllərində adı hallanan və işləri 2023-24-cü illərdə Goranboy rayon prokurorluğunda deməli, ört-bastır edilən cinayət əməlləri Ruhəngiz Abdullayevanı vəzifə başında saxlayır. Sonra Xədicə Rızayevanı vəzifə başında saxlayır. Bu hansı qanuna sığır? Bununla yanaşı Hazrəhmədli məktəbində baş verən bütün kriminal hadisələr və bir şagirdə şiddət göstərilməsi kimi hadisələr hamısı bütün ictimaiyyətin gözü qabağındadır. Amma bütün bunlara Elçin Kərimov maddiyyət xatirinə Əli Cəfərova tapşırıqlarını vermiş və həmin şəxslər bugün də vəzifə başındadır. Mən bunları faktlarla deyirəm. Elçin Kərimov hansı qanunla işləyir ki, 2023-cü ildə işinə xitam verilən 70-ci esinlə Təranə Cəbrayılovanı bir il deməli Hazrəhmədli tam orta məktəbində direktor işlətdi. Ondan sonra Təranə Cəbrayılovanın bu qədər cinayət əməllərinə deməli baxmayaraq yenidən onu 2025 avqustun 1-dən hansı qanunla Dəlməmətli şəhər tipli məktəbə təşkilatçı mavin göndərdi. Soruşmaq lazımdır ki, Elçin Kərimov, təhsil sənin dədə babanın və Gəncə Daşkəsən Təhsil İdarəsi ata-baba yurdundur və şəxsi mülkündür. Onu mən bir ziyalı kimi ondan soruşmaq istəyirəm. Elçin Kərimov bu qədər cinayətkar əməlləri qarşısında cənab prezidentimizə və hüquq mühafizə orqanlarına cavab verməlidir və cəmiyyət qarşısına çıxıb hüquq mühafizə orqanlarına cavab verməlidir. Mən bir ziyalı kimi bunu tələb edirəm. Elçin Kərimovdan soruşmaq lazımdır ki,
keçən bir il bundan qabaq 68 yaşlı Mehbarə Məmmədovanı hansı qanunla Kələk məktəbinə kitabxana müdiri göndərdin, Hacı Rəhmətli məktəbindən götürüb. İndi isə həmin məktəbdən birbaşa gətirib, deməli Hacı Rəhmətli məktəbinə 2 ildir vakansiyadadır kitabxana müdiri yeri. Hacı Rəhmətli məktəbinə yenidən gətirib kitabxana müdiri vəzifəsini vermişdir. Elçin Kərimov, əmr vermək təhsil sahəsində sənin əlində deməli korrupsiya alətinə çevrilmişdir da. Bəli, əlbəttə bunlar hamısı maddiyyat xatirinədir. Elçin Kərimov, sən hansı qanunla 10 mindən çox dövlətin fizika və kimya laboratoriyasında olan vəsaitləri mənimsəyən və birbaşa öz imzası olan Xədicə Rızayevanı və Sadət Abbasovanı necə vəzifədə saxlayırsan? Mən səndən sual edirəm. Elçin Kərimov, Ruhəngiz Abdullayeva 17 ildir Hacı Rəhmətli məktəbində tədris hissə müdiri işləyir. Hansı qanunla işləyir? Mən sizdən sual edirəm. Çıx cəmiyyət içərisində bir ziyalı kimi cəmiyyətə və mənə cavab verəcəksən Elçin Kərimov. Bu qədər saxtakarlıqlarının, korrupsiyanın qarşısında və xalqımı, ziyalıları dövlətdən narazı salan və prezidentimdən narazı salan bir korrupsioner məmur kimi cəmiyyət içərisinə çıxıb mənə ziyalı kimi cavab verməlisən. Mən bunu tələb edirəm və bu gündən də tələb edəcəm cənab prezidentimdən, Ali Başkomandandan. Sənin kimi korrupsioner məmurlara artıq cəmiyyətdə və müəllimlər, ziyalılar arasında yer yoxdur Elçin Kərimov. Elçin Kərimov,